Azərbaycan daha bir tarixi qələbənin astanasındadır. Əzəli Zəngəzura qayıdış üçün təməl rolunu oynayan eyni adlı dəhlizin tikintisi artıq başa çatmaq üzrədir. Ölkəmizin infrastruktur sahəsində önəmli addımlarından biri kimi qiymətləndirilən bu dəhlizin tikintisinin artıq 93% tamamlanıb. Bu isə o deməkdir ki, strateji əhəmiyyətə malik, uzunluğu 123,6 km olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi qısa zamanda başa çatacaq. Zəngəzur dəhlizinin tikintisindəki mühüm layihə komponentlərindən biri tunellərdə. Həmin tunellər üzrə tikinti işləri də artıq böyük ölçüdə tamamlanıb. Bugün rəsmi Bakının dəhlizlə bağlı prioritetləri dəyişməz və qəti olaraq qalır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Nə qədər tez olsa o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq və bu koridorun açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcəkdir. Zəngəzur dəhlizi həm də Türk dünyasını birləşdirən yol kimi xüsusilə səciyyəvidir. Qardaş Türkiyə ilə Azərbaycanı istər dəmir yolu, istərsə də avtomobil yolu ilə birləşdirəcək bu dəhliz tranzit əlaqələrinin gücləndirilməsi və Avropaya çıxış imkanlarının inkişaf etdirilməsi baxımından da strateji rola malikdir. Zəngəzur konusunu inşallah süratle halletmemiz halinde de tabii bu bize iki önemli adımı kazandıracak. Gerek karayolu noktasında, gerek demiryolu noktasında atılacak adımla buradan Iğdır, Nahçıvan buralara gidiş konusunda Türkiye'nin Nahçıvan'la olan bağlantıları çok daha güçlü bir hale inşallah gelecek. 26 oktyabr 2021-ci ildə əsası qoyulmuş bu yol Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə imkan verəcək. Bismillah. Bu isə Zəngəzur dəhlizinin tarixi zərurətdən doğduğunu bir daha təsdiqləyir. Yolun inşası ilə regional inteqrasiyaya mühüm töhfə veriləcək. Nəticədə yol nəqliyyat infrastrukturu güclənəcək, təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi təşəkkülü müşahidə olunacaq. Bütün bu proseslər strateji əhəmiyyətə malik olan beynəlxalq əlaqələrin inkişafını da stimullaşdıracaq. Ermənistan sınırına kadar gidiyoruz, değil mi? Bəli. Oradan da o tarafa düz İstanbul'a kadar gideceğiz. Avrupa'ya kadar geçer. Allah sizleri korusun. Azərbaycanla Türkiyə arasındakı ticarət zamanı ortaya çıxan logistik xərcləri aşağı salacaq, daha qısa müddətə yüklərin getməsinə, daha belə deyək, az xərclə yüklərin hərəkətinə gətirib çıxaracaq ki, bu ölkədəki qiymətlərə də təsir göstərəcək. Çünki Azərbaycanın ticarətində Türkiyə mühüm rol oynayır. Həm idxalında, həm ixracında, xüsusən də idxalda Türkiyə mühüm rol oynayır və bu baxımdan Zəngəzur dəhlizi tam işə düşəndən sonra biz həm ölkənin tranzit qabiliyyətinin artmasını müşahidə edəcəyik, həm də eyni zamanda bu marşrut üzərində olan rayonlarda iqtisadiyyatın canlanmasına və Naxçıvanın uzun müddətli saxlanılan blokadadan çıxmasına səbəb ola biləcək hadisələrdir. Beynəlxalq əhəmiyyətə malik olan bu layihənin qısa zamanda başa çatdırılması gözlənilir. Dəhlizdən istifadəni nəzərdə tutan Gürcüstan, Türkiyə, İran, Rusiya, Qərb və Ərəb dövlətlərinin ciddi dividendlər qazanacağı proqnozlaşdırılır. Çinə gəldikdə isə Zəngəzur dəhlizi həm də rəsmi Pekin üçün prioritetdir. Layihənin icrası Çinin nəqliyyat və logistika imkanlarının şaxələndirilməsi strategiyası ilə də uzlaşır. Zeynəb Mirzəyeva, Real.